Bu dərsimizdə dünya ərazisində keçirilmiş konfranslar, imzalanmış bəzi müqavilələrin ərazisi, həmçinin sammitlər, zirvə görüşləri və s. bunlar üzərində çalışacağıq və xəritə üzərində göstərəcəyik. Və qarışıq formada təqdim eləyəcəm ki, bəzən bir əraziyə fasilələrlə bir neçə dəfə gedib qayıdacağıq ki, bu da bizim beynimizdə daha yaxşı, yaddaşımızda daha yaxşı qalmağa səbəb olacaq. Başlayırıq festivalya konfransından, belə deyək ki, dünya turuna çıxacağıq. Şərqli, qərbli, şimallı, cənublu gəzəcəyik bugün. Deməli, festivalya müasir Almaniya ərazisinə düşəcək. Baxın, Almaniya bu ərazidə yerləşir. Festivalya 1648-ci ildə 30 illik müharibəyə son qoymuşdu. Deməli, hara düşdü? Almaniya ərazisinə. Baxın, bu hissə ilə baxacağıq. Daha sonra növbəti gələ bilər 1814-15-ci il Viyana konfransı. Deməli, Napolyon müharibələrindən sonra tənzimlənmək üçün toplanmışdı. Viyanada harda olacaq? Təbii ki, Avstriyaya düşür. Müasir Avstriyanın paytaxtıdır. Görürsünüz, elə yanında Almaniyada var. Almaniyanın aşağı tərəfinə düşür. Həmişə biz bu ərazini müəyyən etmək üçün nə edirdik? Deyirdik, iki dənə belə deyək də birlikdən bunlara aid təbii ki deyirik bunu. Avstriya Macaristan olub, düzdür? Avstriya yanındakı Macaristandır. Bir də Çexoslovakiya olub. Çexiya, Slovakiya. Baxın, yuxarıda Almaniyanı mayak götürdük. Çexiya, Slovakiya yan-yana, yəni Çexoslovakiya, Avstriya, Macaristan da yan-yana. Bu arada burada İsveçrədir. Bu İsveçrəyə tez-tez gedib qayıdacağıq. Çünki orada kifayət qədər konfranslar var. Deməli, Viyana ilə qeyd etdik. Gəlirik 1856-cı il Paris konfransına. Krım müharibəsini yekunlaşdırır. Əlbəttə ki, Paris hara olacaq? Fransanı tanımayan yoxdur. Fransa ərazisində keçirilmiş Paris konfransıdır. Bu arada aşağıdakı bu balaca qırmızı yerdə Korsika adasıdır, Fransaya məxsusdur. Bu altındakı isə Sardiniyadır, görürsünüz, İtaliyaya məxsusdur. Deməli, 1856-cı il Paris konfransının keçirildiyi ərazi. Bunu demişkən, Fransa deyəndə Almaniya yenə bizdən incəyəcək ki, bəs Berlin konfransını deməmiş 1878-i hara gedirsən? Biz dərhal yenə qayıdırıq. Hara oldu Almaniya? Baxın, Berlin konfransının keçirildiyi ərazi 1878-ci il. Bu tərəfdən Böyük Britaniya bizdən incəyir ki, bəs siz Berlini dediniz, bəs bundan əvvəl 1871-ci ildə bizdə konfrans olmuşdu. Bunu niyə qeyd etmədiniz? Haradır? Gördüyünüz kimi bu hissədir. İngiltərədə deyirik, Böyük Britaniyada deyirik. Hansını desəz bu ərazidə yerləşir. Yəqin ki, bildiniz nəyə eyham vurdum. Yəni, Birləşmiş Krallıq, İngiltərədə deyirik, Britaniyada deyirik. Britaniya deyəndə amma bu hissə bu formada nəzərdə tutulacaq. Sonra yenə Fransa bizdən incəyəcək ki, Paris konfransı 1919-cu il o boyda dünya müharibəsindən sonra toplandılar. Haradır? Fransada təbii ki, toplanıb bunu da qeyd eləyəcək. Bu dəmdə okeanın o birisi tayından bir dənə səs gələcək ki, bəs Paris konfransını dedin, Washington konfransı necə olacaq? Yəni, Amerika Birləşmiş Ştatlarında keçirilmişdir. Baxın, bəzən Amerikanı Kanada ilə qarışdırmayın. Bu yuxarıdakı Kanadadır. Amerika qitəsidir bu arada onu deyim. Amma bu qitədə Kanadanın altında baxın bu düz yer, bu düz xəttlə həmişə bilin ki, Amerika Birləşmiş Ştatlardır. Washington konfransı burada keçirilib və Meksikanın da üstü, yəni bax bu cənuba gedən yolda, bu hissədə Meksikadır. Bunu da bu şeylə yadda saxlaya bilərsiniz. Geri qayıdırıq, deməli, Washington konfransından. Elə bunu eşitmişdik. Dedilər, bu yaxınlarda biz müharibə etmişik deyə belə eləyirsiniz ki, siz Tehran konfransının yerini demirsiniz. Biz də dərhal qayıdırıq. Hara? Tehran konfransının keçirildiyi yer haradır? İran ərazisidir. Nə zaman keçirilir? 1943-cü ildə 2-ci Dünya müharibəsinin gedişində. Elə bunu Tehrana baxmışdıq ki, deyir, bəs növbəti konfrans harda olur? Krımda, Yaltada. İndi beynəlxalq sənədlərə əsasən təbii ki, Ukrayna ərazisidir və Krım dedikdə, baxın, bura Ukraynadır və Krım hissəsi də buradır. Yəni, Yalta şəhərində, baxın, bu işarənin göründüyü yerdə keçirilmişdir. Burada da bizim mayakımız nə ola bilər? Baxın, Qara Dəniz bizim üçün mühüm rol oynayır. Türkiyə ərazisi ilə götürürük Qara Dəniz və burada da Krım ərazisini qeyd eləyə bilərik. Daha sonra
Təbii ki, dünya müharibələrinin konfranslarından danışırıqsa, biz yenə də qayıdacağıq Almaniyaya. Artıq Almaniyanı biz su yoluna döndərmişik bayaqdan. Almaniyada nədir? Potsdam konfransı 1945-ci il. Deməli, Potsdam konfransı harda keçirildi? Baxın, Almaniyada. Almaniya ərazisidir. Bunların qeydlərini də dəfələrlə gedib gələcək. Artıq Almaniya deyəndə bildi söhbət hardan gedir. Sonra 1945-ci ildə başqa bir konfrans var. San Fransisko konfransı. Hardadır San Fransisko? Bəli, doğru qeyd elədi. ABŞ-dadır. Ona görə də biz okeanı keçib gələcəyik Amerikaya. Yenə də Amerikanı işarə elədik. Hardadır? Kanadanın aşağı tərəfində və Meksikanın üstündə. Belə deyək. Bu arada burada balaca yerdə Kubadır. Gələcək Kuba məsələsinə. Deməli, burada işarə eləyək. Baxın bu. Niyə Kubanı? Hə, baxın işarə elədi. Kuba ərazisinə də gələcək böhranda. Hələ ki, qalaq burada. Deməli, növbəti 1975-ci il Helsinki konfransı deyək. Burada ATƏM yaradılır. Harda olacaq? Helsinki təbii ki, Finlandiyada. Finlandiya Rusiya ilə Stalinə kafa tutmuş türklər demiş bir ərazidir. Haradır? Finlandiyadır, şimalda. Deməli, baxın, Estoniya, Latviya, Litviya, bu Baltik sahili ölkələr, bunları qısa bilgidə də vermişik. Həmçinin, deməli, Finlandiya ərazisindən burada söhbət gedir. İsveç, Norveç əraziləri. İsveç, Norveç, belə işarə eləyək. Litva, Latviya, Estoniyadır. Qonşuların da dağ xətrinə demək ki, sonra deyəcəklər ki, gəlib onları çəkdiniz, bizi çəkmədiniz. Deməli, harda oldu Helsinki? Finlandiyada, bir tərəfi də Rusiyadır. Xəritəyə belə yerləşmir. Görürsünüz, baxın bu formada. Davam edirik təbii ki. Helsinkidən sonra gedirik Portuqaliya tərəfə gedəcək. Portuqaliya tərəfə gediriksə hansı sammitdən söhbət gedəcək? Təbii ki, bəli, 1996-cı il Lissabon sammiti bizim üçün də çox böyük əhəmiyyəti var ki, burada Azərbaycanla bağlı məsələ də öz əksini tapmışdı. Harda oldu? Portuqaliyada. Elə bunu demişdik, Macarıstandan səs gələcək ki, elə ondan əvvəl 1994-də bizdə konfrans oldu da bizi niyə demirsiniz? Biz də dedik ki, gəlirik Macarıstana. Ay, Macarıstan, bayaq sənin adını çəkdik biz. Sadəcə indi konfrans olaraq yenə də qeyd edirik. Nə dedik? Bura Avstriya, bura Macarıstandır. Deməli, necə yadda saxlayırıq buranı? Birlik olub, Avstriya, Macarıstan. Baxın, Avstriya, Macarıstan, Avstriya, Macarıstan. Yuxarısında da Çexiya, Slovakiya. Deməli, bu da 5 sammitinin keçirildiyi ərazi hara oldu? Macarıstan oldu. Bunu qeyd etdik, amma birdən yadımıza düşür ki, arxada konfranslar qalıb ki, biz onları deməmişik. Hansıdır? Misal üçün, Streza konfransı. Nə zaman keçirildi Streza konfransı? 1935-ci ildə. 1935-ci ildə harda? Streza İtaliyada keçirilir. Gördüyünüz kimi, Sardiniya və Siciliya adaları da İtaliyadır. İtaliyanı bilməyən, tanımayanımız yoxdur. Bunu da qeyd etdik və bu dövrlərə baxanda həmçinin Azərbaycan üçün də əhəmiyyətlidir. Azərbaycanın da orada AXC nümayəndələri olur. San Remo və London konfransları var ki, 1920-ci ildə. San Remo hardadır? Yenə də İtaliyadadır. Baxın, Londonda məlum məsələdir. Burada keçirilmişdi. Bu ərazilə deməli San Remo və London konfranslarının keçirildiyi ərazilərdir. Sonra birdən yanımıza düşür ki, elə burada Genuya konfransı da var da. Genuyanı da deyək, sonra gedərik. Genuya nə vaxtı? 1922-ci ildir. Hardadır? Yenə də İtaliyadadır. Baxın, dəfələrlə bunları bu formada vurğulayırıq ki, daha yadımızda qalsın. Arada bir xəritəni də uzaqlaşdıraq ki, bir dünya xəritəsi də gözümüzdə canlansın və uzaqlaşdıranda görürük ki, Almaniya ilə bağlı bir dənə də konfrans deyə bilərik. Almaniya hara oldu? Bax, bura oldu. Yenə qayıtdıq Almaniya. 1938-ci il Münheni deyə bilərik. Sonra elə 30-lara qalxdıq, amma 20-lərdə biz nələri deyə bilərik? London, nədir? Moskva var idi. Yəni, Rusiyanı işarə eləcəyik. Baxın, böyük fonda da göstərək. Rusiya ərazisini tanımayanımız yoxdur, çox böyükdür. Deməli, 1920-ci il Naxçıvanla bağlı məsələ Rus-Türk sazişi də deyə bilərik bura. Onun təsdiqlənməsi Qars konfransında olur. 1921-ci il Qarsda indiki Türkiyə ərazisinə düşəcək.
Deməli, burada Rusiyanı işarə edəndə görürük ki, burada bir dənə balaca qırmızı yer var. Bura haradır? Bura Rusiyaya məxsus Kaliningrad vilayətidir. Müasir dövrdə Rusiyaya məxsusdur. Bir anklav ərazidə deyə bilərik. Sonra Bişkek protokolu məşhur imtahanda da bizim qarşımıza çıxan Bişkek haradır? Qırğızıstandır. 1994-cü il Qırğızıstanı burada harda tapacağıq? Baxın, Tacikistanın üstündə. Qırğızıstan. Biraz da yaxınlaşdıraq. Burada bu qonşulara da bir salam sağ ol eləyək gəlmişkən ki, xətirlərinə dəyməsin. Deməli, Bişkek protokolu Qırğızıstan. Düzdürmü? Baxın, bu hissədir. Azərbaycandan bura gəlmək üçün bir mayak istifadə edək ki, yadımızdan çıxmasın. Bax, Xəzər dənizi bizim mayakımızdır. Buradan elə Xəzərlə çox özümüzü yormayacağıq. Xəzərdən tullanırıq hara? Türkmənistana. Türkmənistandan keçdik Özbəkistana və gəldik çatdıq Qırğızistana. Bu formada qeyd eləyə bilərik. Digər qonşularına baxsaq, bir daha Qırğızıstanın qonşularını sayaq. Deməli, bura oldu Qırğızistan, yuxarı üstü Qazaxıstandır, altı Tacikistandır. Tacikistandan da üzü aşağı düşsək, Əfqanistan, Pakistan, Hindistana qədər gəlib çıxacaq. Bura Çindir. Burada da dedik Özbəkistan, Türkmənistan. Bu formada, bu da Monqolların xətrinə dəyməsin, Monqolistandır. Görürsünüz, uzaqlaşdıranda İranı da burada qeyd eləyək. Bu formada deməli Bişkek protokolunu da qeyd etdik və Türkiyə ərazisinə bayaq dəydik, amma Trabzon konfransını qeyd etmədik. Trabzon konfransı o Brest-Litovsk sülhünün şərtlərinə etirazən 1918-ci ildə keçirilmişdi. Hardadır? Türkiyədədir. Batum konfransı da elə həmin yaxın o dövrdədir. Ona görə də Gürcüstana aiddir. Baxın, Gürcüstan. Cənubi Qafqazın 3 dənə respublikası var. Gürcüstan dediyi Azərbaycan və Ermənistan. Batum konfransı oldu Gürcüstanda. Yuxarıda da yenə qonşular, sərhəd Rusiya var. Aşağıda Türkiyə qeyd eləyə bilərik. Sonra deməli Mudros sazişinin imzalandığı, deməli Mudros nə zaman imzalandı? 1918-ci ildə. Baxın, Yunanistana məxsus adalardan birində imzalanmışdı. Təxminən buralarda yerləşən adalardır. Bu hissədə verə bilər xəritəni sizə. Deməli Yunanistan ərazisi düşür. Qonşu da təbii ki, Türkiyədir. Bu formada yuxarı da baxanda Bolqarıstanı görə bilirik. Həmçinin Şimali Makedoniya, burada Albaniyadır, bu Kosovadır, Serbiyadır. Bu ölkələrdə baxsaq Montenegro, Bosniya və Hersegovina. Yenə də geri qayıdacağıq. Hamısını çox yorucu olmasın deyə qeyd etmirəm. Brest-Litovsk müqaviləsi, bu da maraqlı ola bilər, düzdür, ərazisi o qədər sizdən soruşulma ehtimal yoxdur, amma 1918-ci ildə Belarusun Brest şəhəridir. Deməli, Belarusu da biz tapmaq üçün nə edəcəyik? Təbii ki, baxın, bu hissədən Qaradəniz və biraz balacalaşdıraq, daha yaxşı olsun. Deməli, Ukraynadan qalxacaq yuxarı Belarus üstündədir. Gördünüz? Deməli, Qaradəniz, Belarusu tapmaq üçün bir tərəfi Rusiyadır, Belarus buradır. Bir tərəfi Rusiyadır, sonra altında da Ukraynadır və Qaradənizindən qalxırıq yuxarı Belarusa doğru. Sol tərəfində Polşadır və yuxarısı da ki, Baltikanı ölkələrdir. Litva, Latviya, Estoniya. Litva, Latviya, Estoniya, Baltik ölkələrdir. Biraz da qalxsaq Finlandiyaya da dəyə bilərik. Bu da həmin, deməli, ərazilərdə olan ölkələr. Deməli, sonra Lokarno konfransı var idi, Paris konfransının gedişində. Lokarno hardadır? İsveçrədədir. Baxın, İsveçrədə həmişə İtaliya mayakımız olsun və yaxud Fransada ola bilər. Bax, bu balaca yer. İtaliyanın yuxarısı, İtaliya, Fransa və Almaniyanın arasında bir tərəfdə Avstriya düşür. Baxın, elə bil ki, İtaliya, Almaniya, Fransa, Almaniya, Avstriya dairə alıblar, deməli, İsveçrəni. San Stefano sülhünün imzalanması hara düşür? Təbii ki, Türkiyənin İstanbul hissəsinə Yaşılköydə deyirlər. O məhəllədə, belə desək, o hissədə imzalanmışdı 1878-ci il. Kompeyn sazişimiz haqqında deyə bilərik. Kompeyn harda idi? Yenə gəlirik Fransaya. 1918-ci ildə Fransada imzalanmışdı. Bunu da qeyd eləyə bilərik.
Fransanın ərazisini kifayət qədər saydıq. Daha sonra keçsək Saint-Germain, Neuilly, Trianon, Sevr müqavilələri. Baxın, bunların hamısı da Paris Versal sisteminə daxil olan müqavilələrin hamısı da Fransa ərazisində imzalanıb. Baxın, Saint-Germain-də Fransadadır 19-cu il, Neuilly 19-cu il Fransadadır, Trianon 20-ci il Fransa, Sevr 20-ci il Fransa. Bunlar hamısı Fransa ərazisindədir, amma kimlərlə imzalanması dedikdə artıq diqqətli olmalıyıq. İmzalandığı ərazi Fransadır, amma misal üçün Avstriya ilə Saint-Germaindir. Sonra Bolqarıstanla Neuilly müqaviləsidir. Macarıstanla Trianondur və Osmanlı ilə də Sevr müqaviləsidir ki, bunları da bu formada imzalayan ölkələrlə həmçinin imzalanan ərazini də qeyd elədik. Təbii ki, 1936-cı il Montre və 1923-cü il Lozanna hər ikisi İsveçrədədir. Baxın, İsveçrə bu ərazidir. Deməli, Lozanna 1923, Montre 1936. Hər ikisi Türkiyə ilə bağlı məsələ İsveçrədədir. Gördüyünüz kimi buranı da qeyd etmiş olduq. Daha sonra keçək, burada siyahımızda nələr var? Belqrad konfransı 1961-ci il. Yugoslaviya, Misir, deməli, bu və Hindistanın iştirakı ilə qoşulmayanlar hərəkatının yaradılması. Deməli, bu, baxın, Belqrad ərazisi müasir Serbiya düşür. Həmin dövr Yugoslaviyanın mərkəzi idi, indi Serbiyanın mərkəzidir. Gördüyünüz kimi bu ərazidir. Yaradılmasında iştirak edən digər dövlətlər deməli Hindistan, bir də Misiri qeyd eləyə bilərik. Bu da xəritə üzərində həmin qoşulmayan üzvləri. Yugoslaviya deyəndə bu hissələr hamısı daxil olur. Buradan Albaniyanı təbii ki aid etmirik, Yunanıstana aid etmirik. Yəni təxmini belə bir şey. Deməli, geri qayıdaq. Belə bir şey bu hissələr olur. Sonra Belqradı qeyd edib, bir də misal üçün Atlantik, daha doğrusu Avropanın təhlükəsizlik xartiyası var İstanbulda, Paris xartiyası da deyirik, İstanbul xartiyası da deyirik 1999-cu il Türkiyə ərazisidir. Sonra böhranlara baxsaq, Berlin böhranı yenə hara gedəcək? Almaniyaya gedəcək. Almaniya ərazisi 1961-ci il. Sonra NATO'nun qərargahı Brüsseldə yerləşir. Brüssel haradır? Belçika. Baxın, bu hissədə Belçikadır, biraz da yaxınlaşdıraq. Almaniyanın qonşusudur. Deməli, yuxarısında da Niderlanddır. Hollandiya, yəni Belçika. Deməli, NATO'nun qərargahının yerləşdiyi ərazi Brüssel, Belçikadır. Bir daha işarələyək, bu ərazidir. Sonra böhranlardan biri də Koreya böhranı idi. Ən sonda ümumi yenə xəritələri silmədən də qeyd edəcəm. Koreyada, baxın, Cənubi-Şimali Koreya, hər ikisini işarələyək. Bu hissə Koreya böhranının baş verdi. Burada Yaponiyadır bu arada. Yenə də burada biz Rusiyanı görmüş oluruq. Rusiyanın, yəni baxın, Koreya ilə, misal üçün deyək də, qabaq bir deyim var idi. Koreya ilə Finlandiya arasında cəmi bir dənə dövlət deyə bilərik Rusiyanın. Və yaxud da Çinlə Finlandiya arasında bir dövlət Rusiyanı deyə bilərik. Çox ağır məsələ olur, həqiqətən də böyük ərazisi var. Karib böhranı. Karib böhranı haqqında bayaq biz danışanda, daha doğrusu Amerikanı danışanda mən oranı sizə göstərmişdim. Amma yenə də gedək, Kuba ərazisidir. Baxın, Amerika Birləşmiş Ştatları bu hissəni işarələdi. Görürsünüz, burada bu ada, bax, Kubadır. Buranı blokadaya almışdı vaxtı ilə. Bu hissə isə Kanadadır. Bunu da vurğulayaq. Sonra deməli, nə qaldı? Karib böhranını qeyd etdik. GUAM-ın üzvlərini qeyd eləyək. Gəlin, GUAM təşkilatı, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Deməli, baş hərfləri ilə gedək, elə yaxşı olsun. Gürcüstan, keçdik Ukrayna, Azərbaycan, bir də Moldovada belə Ukraynanın yanında balaca yerdir. Rumıniya ilə Ukraynanın arasındadır. Moldova ərazisini də ayrıca da indi işarə edəcəm. Baxın, Moldova bu hissədir. Bunu da qeyd etdik. İpək yolunun mənzil qərargahı Bakıdadır. Buna ehtiyac yoxdur. Sonra İstanbul görüşü, Türk Dövlətləri Təşkilatı ilə bağlı da Bursa görüşüdür.
Türkiyə ərazisindədir, İstanbul görüşüdür. Sonra Azərbaycanda Şuşa zirvəsi var, Moskva bəyannaməsi, Rusiya. Yəni bunları da əlavə məncə deməyə ehtiyac yoxdur. Ümumilikdə bu bizim əsas lazım olan mövzularla bağlı xəritəmiz və diqqətlə izləyin, inşallah faydalı olar.